Bu dərsdən başlamaqla sizə məktəb qırağı fayton dərslərinə birinci salam verər də adam. Salam şagirdlərim, necəsiz? Yaxşısınız? Yaxşı olun. Mən də çox yaxşıyam. Sağ olun. İndi gələk söhbətə. Bu videodan başlamaqla sizə məktəb qırağı fayton öyrənəcəm. Məktəb qırağı deyəndə demək istəyirəm ki, yəni məktəbin öyrətmədiyi daha dərindən, daha yaxşı şəkildə öyrənəcəm. Yəni əgər fayton bilmirsinizsə ya da pissinizsə, həmişə gedin faytonu müəllimlərindən öyrənin. YouTube-da nə qədər var müəllimlər. Ondan sonra gəlin buradan daha da davam edin. Yəni bu öyrətdiyim şeylər bloka falan düşməyəcək, ancaq özünüzü gəlişdirmək üçün baxacaqsınız. Elə bu gündən başlayaraq bu sizin bildiyiniz listi daha da hörmətli eləyəcəm gözünüzün qabağında. Bəlkə də müəlliminizə ki, siz listin başqa versiyaları da var. Set, ondan əvvəl bir dənə tuple və bir dənə son olaraq dictionary. Dict yazılır, dictionary'dir. Hamısı bir-birindən fərqli özellikləri var. Hamısı bir-birindən fərqli-fərqli şəkildə itemləri, yəni obyektləri öz içində saxlayır və hamısı özlərinin fərqli xüsusiyyətləri var. Hamısını fərqli yerlərdə, fərqli amaclarla, fərqli şəkildə istifadə edirsən. Sən fərqlidir də gör. Listi başa salacağam. Bilsəz belə başa salmalıyam ki, qoy aradakı fərqi göstərə bilim nədir. Birinci ilə list mutable'dır. Mutable deməkdir ki, dəyişə bilən. Yəni içinə item əlavə eləyə bilirsən, itemi silə bilirsən, təmizləyə bilirsən, yerini dəyişə bilirsən, nə istəyirsən eləyə bilirsən də ona. İkincisi indeksidir. Yəni indeksi var. Indeksdən ona müraciət eləyə bilirsən. Bu indeksi olmayan bir dənə setdir. Bunların hamısının indeksi var. Set indeksi yoxdur. Onları başa salacağam. Niyə setin indeksi yoxdur? Bir çox səbəbi var. Və bir də bu qədər. List mutable'dır və indeksidir. Və bununla işarə olunur. Yox, bu kvadrat mötərizə ilə işarə olunur. Tuple-a gəlsə isə, tuple-da fərqlidir işlər. Tuple birincisi ilə immutable'dır. Elə onun fərqlidən budur. Digərlərindən fərqlidən budur. Dəyişdirilə bilmir. Tuple heç bir türlü dəyişdirilə bilmir. İtem əlavə eləyə bilmirsən, item silə bilmirsən, heç nəyin yerini dəyişə bilmirsən. Onu yaradan da necə yaratdınsansa, o halda da qalır, heç bir türlü dəyişə bilmir. Fərqli yerində budur. Onu da özəl eləyən budur. Dəyişdirə bilmirsən. Yəni məsələn deyək bir hacker gəldi, onu dəyişə bilməyəcək. O tuple dəyişməz olaraq qalır. Heç vaxt dəyişmir. İndeksi var. Niyə də olmasın ki, yəni. İndeksi var. İndeksinə olmalı müraciət edə bilirsən. Listi necə 0, 1, 2 deyə müraciət edə bilirsənsə, onu da eləyə bilirsən və belə mötərizə ilə işarə olunur. Bir dənə göstərsək, məsələn, belə normal mötərizə ilə işarə olunur. 1, 2, 3 və normal print desəm, normal da onu print eləyəcək, yəni özü üçün. Amma metodları azdır. Məsələn, indi gəlsək bura gəlsək T nöqtəsindən görsək sadəcə index və count. Append yoxdur, insert yoxdur, remove yoxdur. Bunların heç biri yoxdur. Index və count-u da elə string metodlardan bilirsiniz də məncə. Index yazırsan və 4 desən 4 yoxdur indi bu. Başı gedib bunun. 1 yazsam mənə 2-ni qaytaracaq. Əgər onu print eləsəm, gözlə. Bir dənə print, bam. Baxaq. İşte 0. Əla. 1, yəni 1-in indeksi 0-dır, görürsünüz? 0-cı indeksdədir. Yəni bu tapır. Bir də count-da, yəni içində nə qədər ondan var. Məsələn, deyək, içində nə qədər 1 var. O məsələ içində bir dənə 1 var, yəni. Bu ikisini də məncə bilirsiniz çoxdan. Bu qədər. Tuple-ın o qədər də belə çox bir şey yoxdur. Çox özəl də deyil. Özəldir, yəni dəyişə bilmir, dəyişdirə bilmirsən. String kimi dəyişə bilmir. Amma ondan qıra, yəni belə heç bir özəlliyi falan yoxdur. Çox normal, sadə bir şeydir. Amma set elə deyil. Set həqiqətən qəribədir. Set mutable'dır, dəyişə bilirsən. İçinə item qoya bilərsən, itemi silə bilərsən, dəyişə bilərsən, hər şey eləyə bilərsən. Amma indeksi yoxdur. Çünki set hər dəfə dəyişir. Və setin başqa bir özəlliyi odur ki, təkrara yol yoxdur. Və bununla iş olan bir əyri-üyrü mötərizə ilə. Shift-ə basıb kvadrat mötərizəyə basacaq, bu əyri-üyrü mötərizə çıxacaq. Bununla işarə olunur. Və onu digərlərini fərqli edən odur ki, indeksizdir və təkrara yol yoxdur. Təkrara yol yox deyəndə bunu demək istəyirəm. Məsələn, baxın, S desəm, yəni setin S-i, yazsam ki, 1, 2, 1, əlimi sevsinlər, 1,
1, 3, 3, yenə 3. Sonrasında desəm ki, print S desəm 1, 2, 3, 4. Bu təkrarları set aradan qaldır. Burada 1 var, 1 var, 1 var, 3 dənə 1 var, onu bir dənə yerə qoyur. Bir dənə 2 var, bir dənə 2 var, 2 dənə 3 var, amma bir dənə 3 var sadəcə. Təkrara heç vaxt yol vermir setdə. Set həmişə təkrarsız qalır qıraqda. Bu ona görə eləyiblər ki, ona tez çata bilək. Setin bir şeyi budur ki, ona tez şəkildə çatmaq olur. Məsələn, bir item tapmaq istəyirsənsə, onu listin içinə qoyub for eləsən, forla tapsan, gec olacaq. Amma set onu promote tapır. Set onu həmən deyirsən tez gedib götürür, gəlir. Əlindən gəldiyi şəkildə tezləyir. Bir də burada sırayla düzülüb, amma əslində gəlsə içinə, məsələn, rəqəm deyilsə string yazın da içinə. Banan, alma, meyvə deyin bir dənə, turp, bir dənə meyvə deyin. Fındıq, yox, qoz. İndi məsələn gəlsək, print S desək, alma, turp, qoz, banan. Turp, alma, banan, qoz. Alma, banan, qoz, turp. Həmişə dəyişəcək. Bu da bilərək eləyiblər. Çünki beləliklə hər dəfə dəyişəndə şey olur, gizli olur da, yəni təhlükəsiz qalır. Hacker gələndə durmadan dəyişdiyi üçün tezlik tapa bilmirlər, qarşılıq olur belə. Ona görə də yəni bir itemi əgər qorumaq istəyirsənsə, setdən istifadə edə bilərsən. Amma pis şey odur ki, hər dəfə dəyişdiyi üçün də yeri indeksi yoxdur. İndekslə ona müraciət edə bilmirsən. S0 deyə bilmirsən, məsələn sarıladı. Həmən sarıladı ki, S-də indeks yoxdur. Statement seems to have no effect. Boş ver onu. Yəni indeksi yoxdur. Amma bunun gələk gözəl şeylərinə. Clear onu tamamilə təmizləyir. Yəni clear etsən promotion şak deyə təmizlənəcək. Copy onu sona atarım. Ən sonunda hamısını ödən sonra copy-ni atarım. Copy hamısında var çünki eyni şeydir hamısında da. Add yəni asan. Add edirsən armud. Çox sağ ol AI kömək etdiyin üçün. Armud deyirəm. Artıq bir dənə banandan bu armud da var artıq. Daha burada. Əla. Bu başqa birinci metod bu add. Əlavə edirsən. Bir appenddir. İkinci metod burada tapa bilsəm remove'dur. Öyrənməniz lazım olan remove'dur. Bu da silir yəni. Çox sant. Remove onsuz da bilirsiniz də. Turp. Şak. Turp yox oldu, getdi. 2 dənə bu bəsdir sizə. Başqa metod öyrənmək istəsə gedin AI-dan soruşun. Burada çoxlu metodlar var. Yəni hamısını deyə bilməzəm bir dənə videoda. Yaraya bilər hamısı bir işinizə. Clear-də onu tamamilə təmizləyir yəni. Clear deyirəm və yoxdur. Set. Bu o deməkdir ki, yəni setin içində bir şey yoxdur. İndi deyəcəm niyə sizə bir dənə belə 2 dənə bunu qoymaq yerinə set yazır, onu göstərəcəm sonra. Niyə elə eləyir. Bir də bunun setin başqa bir özəlliyi daha var. Setin özünün gözəllikləri də var. Məsələn S2 deyək, buna da yuxarıdakına da S1 deyək. Qoy başa düşülsün. Bunun içində başqa bir şeylər qoyaq. Məsələn qoyaq banandan yenə qoyaq. Yenə banan olsun. Amma bu dəfə armud olsun. Bir dənə də fındıq olsun. Demək, bu 2 dənə seti çoxluq kimi baxa bilərik. Riyaziyyatda bildiyin, keçdiyin çoxluq kimi baxa bilərik. Birisi onların ortaq yanlarından, yəni kəsişməsi, onların birləşməsi, çıxılması və s. belə şeylər eləyə bilərik. Onlar üçün də hamısının fərqli görünüşləri var. Birincisi budur. Gözlə. Bu bildiyin xətt. Bu düz xətti qoyursan və bu düz xətt nə deməkdir? Birləşmə deyəsən, bəli, birləşmə deməkdir. Bu ikisini birləşdirir və bir dənə set eləyir. Gözü banandan təkrarlamayıb, yenə setə dönüşdürür. Banandan təkrarlamayıb, yəni bildiyin riyaziyyat keçdiyiniz birləşmənin tam eynisidir. İkincisi budur. Çox sağ ol. AI da mənə kömək eləyir. Yox, digəri nə idi? Ay, özüm də unutdum. Çıx. İkincisi, bunu bildik. Bu birləşdirir. 2 dənə seti birləşdirir. İkincisi, 2 dənə seti kəsişdirir. Banan. Bu qədər. İkisində eyni olan şeylər göstərəcək. Mənə bananı göstərdi. Bir dənə riyaziyyatdan keçin, kəsişmə dərsi. Üçüncüsü çıxdı. Bu da riyaziyyat çoxlu keçmişdir. S1-də olub, S2-də olmayanlarda, yəni. Turp, alma, qoz. Gələk bura, burada turp var, alma var, qoz var. Amma banan S2-də də var. Ona görə bananı göstərmir. Sadəcə turp, alma, qoz.
Yerlərini dəyişsək, S2-də olub S1-də olmayanları göstərəcək. Üçüncüsü də bu üstü işarəsidir. Bu da onlarda hər ikisində də olmayan, yəni kəsişmənin tam tərsinə yerə göstərir. Baxın, qoz, turp, fındıq, armud, alma, amma bananı göstərmir. Çünki banan hər ikisində də var. Yəni əgər belə siz Venn diaqramında da göstərin. Venn diaqramında qəşəng olur. Qəşəng göstərmə. Bam. Bam. Götür bunu. Bunu biraz aşağı sal. Böyüt. Bu kəsişmədir, düzdür? Bax, bu kəsişmədir. İkisinin də ortasındakını götürür. Amma o göstərdiyim bu isə, o birisi göstərdiyim isə sadəcə buradakıları göstərir. Ortadakını göstərmir. Ortada kəsişməni göstərmir. Fərqi budur. Yəni anlaya bilsə daha yaxşı olardı. Don't save lazım deyil. Bu deməkdir. Bu da o deməkdir. Bunu başqaları istifadə olmur. Yəni listə, tupulda belə şeylər olmur. Bu işarələr orada işləmir və bu niyə deyəsiz ki, niyə var setdə? Çünki set çox tez işlədiyi üçün bunlar çox tez eləyir. Yəni setinizin içində siz milyon dənə, istəyirsiniz milyard dənə item olsun, bunu saniyələr içində eləyəcək. Çox tez eləyir. Setin digərlərini fərqləndirən budur. Burada o fərqi məncə yazmalıyıq. Çox sürətlidir. Çünki həqiqətən digərlərinə nəzərən çox sürətli davranır. Digərlərindən fərq edən budur. Bu qədər. Setdən bu qədər yəni. Məncə əla bir şeydir set. Gəlirik dördüncü, sonuncusu, dictionary. Dictionary də digərləri kimi mutable-dır, dəyişə bilir. Tək dəyişə bilməyən tuple-dur. Tuple özəlliyi odur, dəyişə bilmir. İndeksi var, normal. Təkrara yol verilir, hamısına verilir. Bir dənə setin özəlliyi odur ki, təkrara yol verilmir və yenə bundan işarə olunur. Social bəs necə aid eləyəcək ikisi də əgər ikisi də bu əyri-üyrü mötəzəlinə işarə olunsa, necə fərqləndirəcək, onu göstərəcəm. Çünki dictionary içində kiçik bir fərq var. Dictionary əslində normal digər üçündən fərqli olaraq hər bir itemin adı olur. İndi göstərəcəm. Məsələn, dev deyirəm və bir dənə çəkirəm. Əgər bir item qoymaq istəsəm, məsələn, əvvəlcə qoydum, düzdür, banan. Məsələn, burada əvvəlcə qoydum, setin içində qoydum, banan. Burada bunu qoya bilməyəcəyik. Burada buna ən birinci ad verməliyik. Məsələn, ad verirəm meyvə. Bu bir itemdir. Bu sadəcə bir itemdir. Bu birinci yerə soldakına key deyirlər. Yəni ona necə müraciət edirsən, necə tapırsan, adı nədir. İkinciyə də value deyirlər, yəni qiyməti. Value yerinə istədiyin hər şeyi qoya bilərsən. Nə gəldi qoya bilərsən də yəni. Amma bu key yerinə, yəni onun adını istədiyin qoya bilmərsən. Ora sadəcə və sadəcə keylərə sadəcə hashable qoyacam. İndi hashable da yeni able'ımızdır. Hashable deməkdir ki, yəni üzərində hash funksiyasını istifadə edə bildiklərimiz. Hash bir itemi götürür və o itemi rəqəmləri çevirərək kodlaşdırır, belə deyək. Yəni, gözlə, unutdum print eləməyi. Bam. Bam. Sio. Mənfi bla bla bir şey. Və hər dəfə də dəyişir. Kodlaşdırma üçündür, yəni. Amma işte hər şeyi elə bilmirsən, sorun da buradadır. Orada sadəcə hash eləyən, onun belə promoya əzbərləməlisən ki, nədir hashable? Hashable'lar deyim etsin, int, float, string, complex, bu da bu int float kimi rəqəmdir, amma fərqidir, gəlib öyrənə bilərsən, yəni çox asandır. Complex, sonra görün, bir də tuple. Amma bir şərt var ki, tuple'un içindəkilər də hashable olsun. Yəni tuple'un içində ya int, ya float, ya complex, ya str, ya da elə tuple'lardan ibarət olsun. Əgər tuple'un içində unhashable olsa, onlara unhashable deyilir. Yəni hash edilə bilməyənlər. Onlar məsələn listdir, dictionary'nin özüdür və setlərdir. Bunlar unhashable'dır. Bunları hash eləyə bilmirsən. Bunları hash eləyə bilirsən. Yəni tuple'un içində bunlardan biri olsa, promoyu ona artıq bu ad yerinə, key yerinə qoya bilmərik. Bəs necə istifadə edəcəyik? İndi dictionary haqqında çox şey var. Bir dənə qəşəng bir dənə dictionary'mizi yaradaq bir dənə. Tam sizə dəqiq göstərim. Çox qəşəng metodlar var. Dictionary biraz uzun sürəcək digərlərinə nəzərən. Qoyaq.
Ən birincisi ilə ad qoyaq. Çox vaxt ad həmişə stringlə qoyulur, yəni value istəyən şey ola bilər, amma ad çox vaxt string qoyulur. Yəni çünki niyə bir də tuple qoyasan ya da rəqəm qoyasan, düzdür? Ən qəşəng stringdir. Məsələn qoyuram ad. Ad gözlə belə deyil. Ad. Xədicə. Qoyuram. Soyad. 2 nöqtə ilə göstərilir də, yəni 2 nöqtə. Soldakı dedim ki idi, sağdakı value. Niyə təkrarlayıram, yəni bilmirəm. Eyyubova. Qoyuram yaş. Yaş da 15. Rəqəm qoyuram. Qoya bilərəm. Value yəni istədiyimi qoya bilərəm. İndi bunu necə erişəcəyik? Birincisi ilə indeksləmə. Burada indeks yəni 0, 1, 2 qoymursan. Digərləri kimi olmuş. Burada elə olmuş. Burada onun yerinə ad qoyursan. Məsələn, ad. Yəni key qoyursan. Anladın? Burada bir key qoyursan, o da mənə gedib gətirir xərcə. Mənə gedib tez onu gətirir valuesunu. Yəni bura 0 yazsam, məsələn 0 yazsam və xəta verəcək. Xəta verəcək, olmur. 0 qoymaq olmur. Ora bir dənə key qoymalıyam mən. Bunlarda indeks belə işləyir. Yəni digərlərindən həqiqətən fərqlidir. Məsələn, soyadda qoysam mənə gedib soyad keysi olan gətirəcək. Eyyubova gətirdim. Bunlarda yəni indeks belə işləyir. Digər üçündən fərqli olaraq dictionary-də indeksləmə belə işləyir. Yəni 0, 1, 2 ilə erişə bilmirik onlara maalesef. Ondan başqa dictionary-lərin özünün nə qədər metodları var. Birincisi ilə get. Get deyəndən sonra öz mənə göstərir. Burada biz bir dənə key qoyuruq. Və o mənə yeni xərcəni qayıdacaq. Yəni indeks kimi işləyir. İndi soruşacaqsan yaxşı fərq nədir? Yəni bu da mənə gedir. Düzdür. Bu da mənə gedir value gətirir. Bu da gedir mənə value gətirir. İkisi də mənə eyni şey gətirir. İkisi də sırf eyni işə yarayırlar. Yəni gedir ad keysi olan ad keysi olan mən nə edirəm ola? Print. Yəni burada qoyaq. Göstərmişkən həqiqətən də eyni şeylər edir. Tıpatıp eyni şey. Fərq yoxdur deyəsən. Fərq yoxdur. Xədicə. İkisi də mənə gedir, onu getirir. Yaxşı, aradakı fərq nədir? Aradakı fərq budur. İndi arada fərq var, niyə olmasın? O niyə olardı? Məsələn, gəlirəm və deyirəm ki, get mənə doğum günü olan, bunu necə çıxartırım? Mənə doğum günü olan key olan value gətir. Mənə non verəcək. Çünki həqiqi doğum günü yoxdur. Ad var, soyadı var, yaş var. Doğum günü deyə bir şey yoxdur. Amma mən bunu gedib indeksləməklə saydım. Doğum günü deyə xəta verəcəkdim. Deyəcək doğum günü bir şey yoxdur. Aradakı fərq budur. Yəni get daha qəşəngdir. Xəta verməyəcək. Sən sadəcə non qaytar. Sən də biləcəksən ki, bu yoxdur. Ortaqda belə bir şey yoxdur. Amma bunu nəsən xəta verəcək. O da pis olur da. Yəni bütün eşeği burada proqram yapsan və bir dənə belə indeksləmə xətası elədin və o indeks yoxdur. Bam, bütün proqram çökəcək. Bütün proqram xəta verəcək. O yəni get edirsən, o sənə non verir və oradan da başa düşürsən, düzəltməyə çalışırsan. Ona görə get daha sərfəlidir. Amma yenə də indeksdən də istifadə edə bilərsiniz. İkinci metod görüm. Items və keys. Keys və values göstərmək istəyirəm birinci. D.values. Bunlar bildiyin işte sənə həqiqətən də gedir keyləri və value'ları gətirir özlərində. Belə göstərsəm. Çox sağ ol. Dict keys, yəni keyləri ad, soyad və yaş. Gördüyünüz kimi ad, soyad, yaş və value xərcə eybova 15 gətirir. Bunları for üçün istifadə edə bilərsiniz. Yəni bunun üçün for qoya bilərsiniz və for keys ya da for values. Onu sonra göstərin forun üçün necə istifadə edəcəksiniz. İndi itemsə gəlirik. Elə print deyim e.items. İtemlər də itemlər gətirir list içində. Baxın, items ad xədicə bir yerdə gətirir. Sonra vergül qoydu. İkincisi soyad Eyyubova. Bir tuple içinə qoyub, sola key qoyub, sağa da value-nu qoyub. Yaş 15. Bu da belə gətirir. İndi bunları forun içində istifadə edə bilərik. Çünki forun içində nə bilim, for a in d yazmaq olmur. Olursa da mən istəmirəm. İki cür yaza bilərik.
Ya keyləri ala bilərik. Yazaram mən bura key in d.keys əvvəlcə göstərdiyim. Bu bizə nə qaytarır? D.keys əvvəlcə göstərir, bizə keyləri qaytarır. Print belə həm də key desəm. Yəni təkcə key ad, yaş, soyaş. Ad, soyad, yaş. Bu keydən istifadə edərək istədiyim ərişə bilərəm. Çünki d index key desəm, mənə promay 10 gətirəcək. Düzdür? Düz deyilmi? Düzdür. Gətirəcəm mən onu. Xərcə EIBO 15. Belə ərişə bilərik. Ya da promoy value eləyib. Buradan promoy yaza bilərsiniz ki, values və bir də buradan da promoy print value desəm, mənə tək-tək gətirəcək. Xərcə EIBO 15. Belə istifadə bilərsiniz. Ya da çox vaxt hansı ki, belə istifadə edir. Yəni əsl proqramçılar həmişə belə eləyir. D.items. Amma əvvəlcə özünüz də görürsünüz ki, itemlər bir listin içinə gəlir və 2-2 göstərilir. Ona görə də burada 2 dənə qoyuyoruz. İndi bunu Allah bilər, həyatında heç görməmisiniz böyük ehtimalla. Amma bu indi 2 dənə şey yaza bilər. Vergüllə ayırıram və 2 dənə yaza bilirəm. Bu əvvəlcə göstərdim ki, item mənə tək-tək göstərir. Burada bir dənə belə, burada bir dənə pass yazım. Burada bir dənə print d.items. Bir dənə də oraya, bir dənə də geri qayıdaq. Göstərək istəyirəm. Bu da tək-tək qaytar. Mən buna for in items deyəndə, bu gələcək mən bunu verəcək. Bu keep value 2 dənə qoydum ki, keep buna getsin, value da buna getsin. Yəni sonra burada istədiyim əməl eləyəndə keep bu olacaq, value bu olacaq. Sonra gələcək bu vergüldən keçdi buna, keep bu olacaq, value bu olacaq. Həmişə belə eləyir, beləcə for işləyəndə item istəyirsəmsə item də əlimdədir. Yəni value, key istəyirəmsə key də əlimdədir. İkisi də mənim əlimdə olur, belə daha da rahat olur. Buradan da belə eləyək. Key üstə gəl. Belə yes. Sonra siz belə qoydu, girdi bir-birinə. Gözləm. Sonra da while. Belə göstərməsini istəyirəm. Görürsünüz. Dünyam daxılır. Value'lar mən rəqəm qoymuşam burada. Ona görə də dedik ki, rəqəmlə elə bir paylaşa bilmir də. Yazıq. Xəricə, ad xəricə, soyad EIBO, yaş 15. İstədiyim kimi göstərdim. Yəni get və value'sansa çox vaxt deyirəm bunu eləyin. Value lazım deyil, istifadə eləmərsiniz. Sadəcə key istifadə edin, amma həmişə belə eləməyə çalışın çox vaxt. Bu daha yaxşıdır. Başqa mənim bildiyimcə belə bir metod qalmadı. Yəni clear-də əvvəl göstərdiyim kimi, yəni sadəcə clear eləyir. Bu qədər, yəni bunu silsək də orada lazım deyil. Təmizləyir. Gəldi, bu gəldi, qəşəng gəldi. İkisində də bu görürsünüz, ikincide də əyri-üyrü mötəzədir. Bunun içində əgər belə 2 nöqtə qoyub yazsan, o promoy dictionary olur öz-özünə. Ya da promoy value yazsan set olur. Boş dictionary və boş value etmək üçün isə belə eləyirik. Boş dictionary budur. Boş set isə budur, set. Ona görə əvvəlcə mənə boş seti belə göstərdi. Belə göstərmədi. Çünki bu dictionary üçündür. Bu dictionary'dir, tək başına. Görürsünüz, boş dictionary belə göstərir. İkisində də əyri-üyrü metod üçün bunu belə məcbur olublar ki, belə eləsinlər. Dictionary-də belədir. Dictionary-də başqa bir metoda belə baxmaq istəyirəm, tam əmək olmaq üçün. Bir də copy məsələsi vardı. Ona desəm sizə bitəcək. Copy məsələsinə gəlsək, list, tuple, set və dictionary elə hamısı da kompüterin gedirlər və beyninin bir yerində qalırlar. Gəlməz yenə paint açım. Bax. Düşün ki, bu kompüterin belə beynidir də. Gəlir bura belə məlumatlar. Mən pis çəkirəm, siz düşün ki, tərtəmiz düzülüblər. Siz deyə bir list yaradırsınız. Bunu biraz böyüdək. Listin adına A qoyursunuz. Düzdür. Burada da eləyək. Gerçək görün də yəni. Bunu silək sizə də lazım olmayacaq da bu düzdür. Məsələn, list yaradımda bir dənə. A deyə bir list yaradıram. 1 qoyuram, 2 qoyuram, 3 qoyuram, bir də 5 qoyuram. Bu elədim. Gedir bu beyinə, test Python gedir beyinə. Gəl bura A yazır. A yazdıkən bura gəlir, içinə 1, 2, 3, 4, 5 atır və adına da A qoyur.
və bu artıq kompüterin bu yerində bu list saxlanılıb. Mən əgər sonra gəlib desəm ki, A bərabərdir B, elə bilməyin ki, gedir, indi gəlir bura B yazır və A-nın içindəki şeyləri burada qoyur və söz tamamlanır. Elə bir şey olmur. Onun yerinə bunun ikinci adı olur B. Yeni bir yer yaratmır. Həm də isbatlaya da bilərəm. Baxın, isbatımı səhv yazdım bu arada. B bərabərdir A. İsbatlaya da bilərəm. Məsələn, A nöqtə append deyək, 4, düzdür. İndi burada düşünərsən ki, bir A dəyişəcək. A-nı print eləsəm, dəyişib 2, 5, 4 olub. 205, 4 olub. Amma indi print B desəm, o da dəyişib. O da 4 olub. Çünki bu elə eyni yerə baxır. B-nin öz yeri yoxdur. B eyni yerə baxır deyə A dəyişəndə B də avtomatik dəyişir. Buna görə də Milləti Cəmaət copy deyib şey yaradıb. Copy. Bunu copy eləyəndə bu A-nı kopyalayır və B-yə verir və B burada və həqiqətən B-nin öz adı olur və bu itemlər eynisi burada olur. Mən sonrasında gəlib burada A-nı dəyişəndə B-yə heç nə olmayacaq. B-nin artıq öz adı var, öz yeri var, öz məkanı var. Ona görə dəyişməyəcək. Bu copy həmçinin setdə də var, dictionary var, amma tuple-da yoxdur. Onun da səbəbi çünki tuple onsuz da dəyişmir. Yəni biz bu copy-ni yaratmışıq ki, birini dəyişəndə digərləri dəyişməsin. Amma onsuz tuple dəyişmək üçün tuple-un şəxsən kopyası yoxdur. Yəni sən eləsəm, sənə yəni A bərabərdir, bax, 1, 3 eləsəm, A nöqtə copy yoxdur. Elə bir şey yoxdur. Tuple üçün yoxdur. Lazımsız çünki lazım da deyil. Copy budur. Amma indi bir şey var. Məsələn, bu da öyle də, bu da lazımdır. Sən desəm ki, A bərabərdir, yəni deyə əvvəlki elə dəyişək. A bərabərdir desəm, A-nın içində bir dənə də list açsam. Bu olsun 1 və 2 listi. Hə. Bu olsun da, bu da olsun 3 və 4 listi. Belə eləyək istəyirəm də. C bərabərdir list 1 və 2 eləyək. Çünki sonra dəyişmək istəyirəm. Buna C deyək. Alındı. İndi B A-nın kopyasıdır. Tamamilə düzdür. Xəta verəcək bu, yox. 1, 2, 3, 4, 4. A-nı dəyişdim. Şəxsən B dəyişmədi. Amma gəl deyək C-ni dəyişsəm, məsələn, C-ni dəyişsəm, B də dəyişəcək. Çünki mən kopya eləmişəm, amma mən A-nı kopyalamışam. Yəni burada ikinci C yaratdım deyə. Bu A-nın içində, bu B-nin içində C var. Artıq bu C dəyişəndə bu C buna tez təsir eləyir. Yəni B elə də dəyişir. Əgər listin içində list varsa, set varsa, dictionary varsa, onlar dəyişsə, bizim B-miz də dəyişəcək. Və onda neynəyəcəyik? Bu üçün bir dənə qəşəng kitabxanamız var. Import copy. Copy deyə kitabxanadır. Mən copy haqqında danışmayacağam. Sadəcə copy-nin bir dənə yerini danışacağam. From copy, import deep copy. Deep copy qəşəng şeydir. Ağılda qalsın. İstifadə edilir. Əgər list içində list varsa, deep copy istifadə edilir. Hər şeyi içində kopyalayırsan. Gəl indi bura deep copy yazıram. Səhv yazdım deyirəm, amma bunu yaxada verir. Hə, deep copy A. Deep copy yazsan açıldı bu da. Deep copy A deyəndə, məsələn, indi C-ni dəyişən də B dəyişməyəcək. Baxın, B oldu. C dəyişdi. İçindən 4 gəldi, amma B dəyişmədi. Deep copy listin içində onun içində danışamadım. Listin içində list, onun içində də list, onun içində də list. Nə qədər nə qoyursunuz qoyun, deep copy sayəsində hamısı bir-birini kopyalayacaq. Bunu bu copydən import edə bilərsiniz. Copy-nin mən heç bilmirəm başqa nəyi var, amma özünüz gedib öyrənə bilərsiniz. Bəlkə də qəşəng şeylər var, mən bilmirəm. Bu qədər. List, tuple, set və dictionary artıq bilirsiniz üçünü də. Bunlar hamısı gözəl şeylərdir. Daha çox list və dictionary istifadə olunur. Tuple və set daha az istifadə edirəm şəxsən. Yəni başqa yerdə çox istifadə edə bilərəm, amma mən özüm az istifadə edirəm. Daha çox yəni list və dictionary-dən istifadə edirəm. Amma hamısı bir-birindən fərqli və gözəldirlər və hamısının da özünün gözəllikləri var. Bu qədər. Bu birinci dərs idi. Yəni həmcə bunu öyrətməliydim. Gələn dəfə alt proqramları öyrədəcəm. Def yəni. Def də bilirsiniz, amma daha dərindən öyrədəcəm. Məsələn, default qiymət. Məsələn, o range-də var idi. Range-də eləyirdik də, düzdür. For i in range deyəndə, 10 deyəndə bu 0, 10 kimi görürsənir də.
Bu 0.10 kimi göstərmir. 0.10 kimi yox. Bu 0-ın öz qiyməti var idi. Buna default qiymət deyirlər. Məsələn, onu bilmirsiniz necə qoyurlar. Böyük ehtimalla, yəni böyük ehtimalla bilmirsiniz. Defin daha dərin şeylər var. Onlara da gələn dərs öyrədəcəm. Ondan sonra da böyük bir dərsə keçəcəyik. O, nəysə, ondan sonra baxarıq. Bu qədər. Sağ olun. Vızqırdım.